Heyvanlar yemədi. İlk öncə ağızlarından su gəldi heyvanların. Təxmini 5 gün, bir həftə arası iribuynuzlu heyvanlar əziyyət çəkdilər, yemədilər. Ondan sonra düşdük körpə xırdabaş heyvanlara, quzulara. Quzulara da heç bir cürə kömək eləyə bilmirik. Tələf olur da quzu, 30 baş quzu tələf olub ölüb. Küllü miqdarda mənə ziyandaydı hal-hazırda. Yəni ən çox hansı heyvanlar belə də heyvanlar arasında tələfat var? Ən çox körpə quzular və buzovlardır. Nə qədər qırılıb? 30 baş körpə quzum ölüb. Bu dabaq xəstəliyi ilə bağlı müalicə edirsiniz? Müalicə bəli, deməli ağrı kəsicilərdən, antibiotiklərdən istifadə edirik. Onun da heç bir xeyri yoxdur. Yoxdur? Yoxdur. Neçə gündür belə davam edir bu proses? Bu proses 15 gündən yuxarıdır. Bu kütləvidirmi kətdə? Bəli, kütləvidir. Hər kəsin, hamı heyvanı demək olar ki, dabaq xəstəliyindən əziyyət çəkir. Amma müalicə xeyri yoxdur? Müalicənin heç bir xeyri yoxdur. Yəni baytarlara müraciət eləmirsinizmi? Nə deyirlər? Müraciət eləmişik. Deyirlər ki, yəni bu heç bir kömək eləmirlər. Yəni kömək eləmirlər necə? Yəni əllərindən gəlib biz əlimizdən də heç körpə quzudur, ona heç də eləyə bilmirik deyir. Yəni köpək quzuda kömək eləmək olmuş. Ölüm prosesi necə gedir? Belə 2 gün, 1 gün çəkir, özünə səhər dursun, 4-ü 5-i ölüb. Beləncə. Belə. Hə. Yəni belə getsə nətər olacaq? Vallahi hələ bilmirəm necə olacaq. Deməli 30 baş məndə tələf olub hal-hazırda. Elə bir 20-30 başda yenə var indi. Onlar da tələf olsa heç nə, yəni əziyyətimiz hədər olacaq. Yəni təsərrüfat qalmayacaq. Bəli, əlbəttə ki.